Dostlar, sizdən listeriyalarımızı çəkib paylaşmaq istəyirəm. Özünüz bilirsiniz də, bizdə əjdaha ağaclarımız olur. Kim belə əjdaha visteriyalar istəyirsə, ancaq böyle ağaçlar çəkib göstərəcəm sizə dostlar. Buna baxın, deməli böyle visteriyalarımız var. Boyuna baxın, gövdəsinin qalınlığına baxın dostlar. Bunun yoxsa bir 10 yaşı var. Üzərləri də güllərlə doludur, bax, güllərlə. Qəşəng yaşıllaşıb, çox super sarmaşıqdır. Bunun gözəlliyinə baxın salda. Özdə bu biraz fərqli sort istəyir də. Güllər uzun olanlardan da görürsünüz. Bax belələri burada var. Bax burada bax. Bu ondan nisbətən kiçikdir. Bax burada qalındır, yaşı böyükdür. Ancaq form olaraq nisbətən ondan kiçikdir. Baxın. Ondan sonra böyük visteriyalarımız çoxdur. Bir dənə baxın dostlar. Bu tələ-tələ çiçəkli, üzəri çiçəklərlə doludur. Buna bax, görün nə qədər çiçək var. Sonra Allah belə böyükləri var dostlar istəsəz. Bu arada bunlar Lady Banks'lərimizdir. Baxın, bir də sizin güllərinə baxın, görün nə boydadır dostlar. Bir sözlə, əjdaha visteriya istəyənlər, əjdaha visteriya istəyənlər dostlar. Kommentlərdə səs edəsinlər də. Kimin səbri çatmırsa, aparıb əkib 10 il gözləsin. Bax dostlar, ehtiyac yoxdur. Siz bir də bunların yaşıllıqlarına baxın, maşallah. Görün necədirlər. Bir də buna baxın dostlar. Süperdirlər. Yəni ehtiyac yoxdur aparıb 10 il əkib gözləmə. Bax böyük visteriyalarımız var. Sərlərimiz də kifayət qədərdir. İstəyənlər kommentlərə yazsınlar. Çünki qiymət müxtəlif olduğu üçün boylarına görə belə qiymət deyə bilmirəm. Gəlib burada yerində baxarlar və yaxud da şəklini seçib göndərib qiymətini də qeyd edərlər.